Salam dəyərli izləyicilər, kanalıma xoş gəldiniz. Bu gün sizlər üçün nardançanın hazırlanma qaydasını bölüşürəm. Bildiyimiz kimi Göyçay zonasına məxsus olan nar çox dadlı və faydalı bir meyvədir. Hal-hazırda mövsümüdür, ona görə də hazırlamaq istəyənlər videonu sona qədər izləsin və hazırlasın. Nardançanı hazırlamaq üçün iri giləli narlardan istifadə etsəz daha yaxşıdır. Rənginin tünd qırmızı olmasına fikir verin. Deməli, narı tərtəmiz giləliyirik, içərisində heç bir qabıq olmasın. Daha sonra isə 1 kiloqram gilələnmiş narın üzərinə yarım kiloqram şəkər tozu əlavə edirəm və tam suyu çıxana qədər, ola bilsin bir gecə və yaxud da bir gün bu formada narı saxlayırıq. Narı və şəkər tozunu gördüyünüz formada qarışdırıram, əzilməsin və şəkər tozu tam içərisinə yerləşsin. Nardançanı tez bir zamanda bişirmək istəyirsinizsə, gözləməyə vaxtınız yoxdursa, o zaman şəkər tozunun üzərinə 1 stəkan su əlavə edib şərbət halına gətiririk. Daha sonra nar gilələrini tökərək tez bir zamanda da bişirə bilərsiniz. Gözlətməyiniz isə daha yaxşı olar, çünki gördüyünüz kimi bir gün artıq mən gözlətdim və narın suyu tamamilə çıxıb və öz şirəsində biz nardançanı bişiririk. Nardançanı ocağa yerləşdirirəm, əvvəlcə yüksək xodda bişirirəm və ara sıra qarışdıraraq üzərinə çıxan köpükləri yığıram. Gördüyünüz kimi gür xoddan nardançanı qaynadıram, üzərinə çıxan köpükləri yığıram və yavaş-yavaş qatlaşmağa başlayır. Artıq nardançamız hazır olmağa başlayır. Gördüyünüz kimi üzərində iri köpüklər əmələ gəlir və ocağın sürətini bir qədər azaldıram. Hazır olub olmadığını yoxlamaq üçün isə əlbəttə ki, kənarda ayrıca bir qabın içərisinə biraz tökürəm və tez bir zamanda soyudub baxıram. Tərkibində çox su qalmamalıdır, nə çox duru, nə də çox qatı olmamalıdır. Hal-hazırda sizlərə göstərirəm. Baxın, bu formaya gəlibsə, artıq deməli nardança hazırdır. Artıq nardançamız hazırdır, ocaqdan götürürəm və tamamilə soyuduram. Burada isə sizlərə soyuduqdan sonraki halını göstərirəm. Gördüyünüz kimi rəngi və dadı möhtəşəmdir. Əgər sizdə də belə alınmasını istəyirsinizsə, videonun əvvəlində qeyd etdiyim kimi iri giləli və tünd qırmızı olan narlardan istifadə etməyiniz məsləhətdir. Hazırlayan hər kəsə əvvəlcədən nuş olsun deyirəm. Əgər videomu bəyəndinizsə, kanalıma abunə olaraq bəyən düyməsinə basmağı unutmayın. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun, sağlıqla qalın.